xanım kişini təhqir eləyə, kişi xanımı təhqir eləyə. Nalayiq söyüşlər, Allah uzaq eləsin. Evdə valla, evdə kişinin dilindən pis sözlər çıxar, xanımın dilindən iffətsiz kəlamlar çıxar. Mövzular biraz da gedə qabağa, bu bunun atasını təhqir eləyə, bu bunun anasını təhqir eləyə. Bəzi vaxtlar da ata da dünyasını dəyişib, ana da dünyasını dəyişib, dünyasını dəyişənləri təhqir eləyə. Belə bir vəziyyət. Söyüş söymək, təhqir eləmək. Hədis deyim bilənsən. Mən fəxişə alə əxihil muslim. Kim bir müsəlman qardaşını söyə, təhqir eləyə. Nə olacaq? 3 dənə ziyan var. Deyirəm sizə ziyanları eşidin. Orada olar ki, ağızlarının iffətini götürüblər. Və xanım da olar, bəzi vaxtlar kişi də olar. Birinci ziyan. Nəzəallah anhu bərəkətər rizq. Allah ruzinin bərəkətin evdən götürər. Evinizdə ruzunuzun bərəkəti olmaz. Bəzi vaxtlar mənəvi səbəblərdir bərəkətin çəkilməsi. Deyir, pulumun bərəkəti yoxdur, valla bilmirəm necə gəldi, necə getdi. Dilvi qoru, dilvi. Bir səbəb budur, demirəm tam səbəb budur. Nəzəallah anhu bərəkətə rizq. Bu 1, 2. Vəkələhu alə nəfsih. Allah onu öz başına bıraxar. Deyir, get sən və özün. Allah uzaq eləsin. Sən və özün. Get öz həyatını yaşa, gör necə yaşayacaqsan sən. Elə bir ana hələ imeyliyə bilməyən bir uşağı ata yerə. Nə olar? Demirəm, amma yeriməyən uşağı imeyliyə də bilmir. Hələ qucaqda böyür, götürdü atdı yerə. O uşaq neyniyər? Allah bu sözün mənası budur. Vəkələhu alə nəfsi. Allah ağuş, rəhmət ağuşundan götürüb atır yerə, ged yaşa, görüm yaşayabilsən. Bu 2. Və əfsədə aleyhi məişətəhu. Yaşayışları qaralar. Xarab olar. Kişi xanımı təhqir eləyər, xanım kişini təhqir. Atalar, analar təhqir olunur.